Qətərdən olan Əltani ailəsi Londonda Britaniya kralından daha çox mülkə sahibdir. Ailənin aktivlərinin 50 milyard dollar civarında olduğu deyilir. Burada daşınmaz əmlaklar, aeroportlar, supermarketlər daxildir. Əltani ailəsi 2000-ci illərin əvvəllərindən Londona aktiv şəkildə investisiya yatırmağa başlayıb. Təbii qaz ehtiyatları ilə zəngin, varlı bir ölkənin ailəsi Londonun ən məşhur mərkəzlərinin sahibidir. Məsələn, dünyaca məşhur lüks dərəcəli Harrods univermağını Əltani ailəsi 2010-cu ildə 9 milyard dollar alıb. Canary Wharf'un da səhmlərinin böyük hissəsi bu ailəyə məxsusdur. Əltani ailəsi Britaniya kralı ilə müqayisədə Londonun daha çox hissəsinə sahibdir. Onlar ən elit daşınmaz əmlakları idarə edirlər. Britaniyanın ən hündür binası Shard, Savoy Hotel, Claridge's, Connaught, Berkeley buna misal göstərilə bilər. Heathrow hava limanının 20% də Əltani ailəsinin. Bu gün Qətər ailəsinin Londondakı imperiyasının qiymətinin 50 milyard dollar olduğu təxmin edilir. Ailə mülk almaqda, bu məbləğ isə şişməkdə davam edir.